Əliyevin bəyanatı bizim üçün gözlənilməz oldu. Bu qərar əvvəlcədən o miqyasda müzakirə olunmayıb, bizdə sadəcə olaraq məlumat var idi ki, qatar gələcək. Azərbaycan prezidentinin bəyanatı bizim üçün gözlənilməz oldu. Axar az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Orbeli, sülhün və çoxtərəfli əməkdaşlığın qurulması illik beynəlxalq forumunda deyib. Baş nazirin sözlərinə görə bu Azərbaycandan nəinki gözlənilməz, həm də müsbət bəyanatın verildiyi hallardan biridir. O, Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığı üçün Azərbaycan prezidentinə təşəkkür edib. Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər. Noyabrın 3-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışı Güney Azərbaycan və İranda yaşayan türklərin sosial media kanallarında geniş yayılıb. Axar az xəbər verir ki, çıxış azərbaycanlılarla yanaşı Qaşqayların da rəğbətini qazanıb. Qaşqay türklərinə məxsus media orqanlarında, xüsusən Baydaq kanalında İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışı təqdim edilib, bunun ardınca çıxışın həmin hissəsi onlarla sosial media kanalında yayılıb. Qeyd edək ki, Prezident Əliyev əsasən bu sözləri daha çox yayılıb. Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Şiriyev İrəvanda, Zəngəzur dəhlizi Trump yoluna aid deyil. Azərbaycan ümid edir ki, ABŞ ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək. Axar az teleqrafa istinadla xəbər verir ki, bunu Azərbaycanlı ekspert, Carnegie Berlin mərkəzinin elmi işçisi Zaur Şiriyev İrəvanda keçirilən Orbeli, sülh və çoxtərəfli əməkdaşlığın qurulması forumundan sonra jurnalistlərə deyib. Jurnalistlərin Bakıda maneəsiz keçid ifadəsinin necə başa düşüldüyü barədə sualına cavab verən Şiriyev qeyd edib ki, konkret təfərrüatlar əməli mərhələdə aydın olacaq. Hələlik bunun tam olaraq nə demək olduğunu irəlidən söyləmək mümkün deyil, proses həyata keçirilərkən bəlli olacaq. Zaur Şiriyev əlavə edib ki, Zəngəzur dəhlizi termini Azərbaycanda mənfi məna daşımır, Ermənistanda formalaşmış təsəvvürün əksinə olaraq. Onun sözlərinə görə söhbət təkcə trip marşrutundan deyil, bütövlükdə regionda geniş miqyaslı nəqliyyat əlaqələrindən gedir. Zəngəzur dəhlizi daha geniş anlayışdır və tripdə və ya Trump yoluna aid deyil. Ermənistandan fərqli olaraq onun bizdə mənfi mənası yoxdur. Dəhliz termini dedikdə Ermənistanda başqa cür, Azərbaycanda isə başqa cür qəbul edilir, ekspert vurğulayıb. O həmçinin qeyd edib ki, keçidin formatı və mexanizmləri müəyyən edilərkən avqustun 8-də imzalanmış Vaşinqton bəyannaməsi nəzərə alınmalıdır. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır, keçidin rəvan və sürətli olması. Vacibdir ki, 40 ilə yaxındır davam edən münaqişə nəticəsində əziyyət çəkən Naxçıvanlılar buradan fayda görsünlər. Onlar da iki ölkə arasında sülhün bəhrəsini görməyə layiqdirlər, Şiriyev vurğulayıb.